Aman eləyərsən, o qoyduğu ürədə cihaz zamanla ciyirləyəcək. O uşağın nə günah var, ürək yarılsın. Bu qadın mütləq sürətdə hamiləliyin 16-cı, 20-ci həftəsində ürək müayinəsini keçməlidir. Uşaqlarda olunan təzyiq ürəyə zərərlidir. Cinsə ilişki girmədən əvvəl hər iki tərəfin yumurtalığı, spermatin keyfiyyətli olmalıdır. O xəstə ürək əzələsinin qripinə, lorodinlə deyək, namizəd bir pasientdir. Tam sağalma 30%-dir. İşdən keçmiş olur, qucağıda əsə gətirirlər, doktor tez o kömək elə. Namizəd işdən keçməlidir, kömək. Qaraciyər sirrozuna aparır. Maarifləndirici video ilə qarşınızdayıq. Yəni bir saçdan ötürü həyatı məhv eləməyə dəyərmi? Salam dostlar, hər vaxtınız xeyir olsun. Demə YouTube kanalında Sağlam Həyat layihəmiz davam eləyir. Bugün valideynlər, xüsusən də kiçik yaşda olan uşaqları olan valideynlər bu videoya axıra qədər baxsınlar, sona qədər baxsınlar. Çünki uşaqlarının ürəklərindən danışacağıq. Bu məlumatda olmaq hər kəs üçün vacibdir. Qonağımız isə uşaq kardioloqu Elnur İmanovdur. Elnur bəyi artıq bizim kanalımızdan tanıyırsınız. Öz YouTube kanalı, Instagram, TikTok və Facebook hesablarından da izləyə bilərsiniz. Elnur bəy, xoş gördük. Xoş gördük olsun. Hamdolsun, şükür bu günümüzə. Allah var eləsin, ən pis günümüz belə olsun. Həmişə deyirəm, hər gün qalxırıqsa, günümüzü açırıqsa, övladlarımız, atamız, anamız yanımızdadırsa, qardaşım yanımdadırsa, demək ona şükür eləmək lazımdır. Elnur bəy, istəyirəm bugün biraz bu müayinələrdən falan danışaq. Xüsusən də indi ürəklə bağlı müayinə deyəndə adamın ağlına ilk gəlir EKG və EXO. Bu iki müayinənin bir-birindən fərqi nədir? Və eyni zamanda indi anju deyilən bir ürək müayinəsi də var. Uşaqlarda bu olunurmu? Bax, bu üç müayinə üsulunu uşaqlar üçün xarakteriz edərsiniz, zəhmət olmasa. Tamam. Üçün də açıqlaması verim. Yəni, o mənim ən həssas yerimlə baxmayaraq ki, artıq 15-16 illik Azərbaycandayam. Ən həssas sorulardandır ki, valideyn zəng gəlir. Mən filan şey istəyirəm. Mənə həkim deyib ki, EXO olunmalıdır. Başa sala bilmirəm ki, ay xanım, sənə göndərən həkim, pediatr və hər kimdirsə, o sənin vəzifə borcu səni uşaq kardioloqa qədər yönləndirmək. Mən EXO istəyirəm, iş bitmir. Yəni, EXO bizim işimizin bir parçası, ekokardioqrafik müayinə deyək, bir parçasıdır. EKG incələnməsi, elektrokardioqrammanın çəkilib, ürək döyüntüləri, ritmi barədə, düzgün işləmə barədə. O belə dalğavarı olan, kağızda olan, qırmızı kağızda olandır. Bəli, onlar hamısı. Kardioqramma nədir? Kardioqramma, elektrokardioqramma deyirik, ürək elektriksel aktivitəsinin yansıyan bir kağızdır. Ürək necə işləyir? Sinirlənmə, elektriklənmə necə gedir? Mən onu bir binaya oxşadıram. O dalğaların arasındakı məsafə normal olanda düzgündür də. Az olanda zəifdir, çox olanda yüksəkdir, fişəkləmə olanda karotki var. Gəl onu mən xalq üçün belə lor dilində izah edəyim. Bir mimar gəlir, binaya baxır, təhvil almaq üçün. Onun yararlı bir mimar demək, fövqəladə hallar deyək. Yararlı olmaq üçün bəlli kriteriyalar var. 1. Betonun sağlamlığı, fundamenti, elektriklənməsi, kommunal xidmətlər və s. yoxlayır ki, sonra son qərarı verir. Bu bina təhvilə yararlıdır, yoxsa yox? İstismara yararlı, yoxsa yox? Elektriklənmə, binanın elektriklənməsi ürəyin kardioqrammasıdır. Sən rozetkanı yandıranda elektrik düzgün gəlirsə, gecikmə olmasa, deməli, heç bir kabeldə problem yoxdur. Elektrik lampışlarda yanıb sönmək yoxdursa və yaxud da, məsələn, tutaq ki, 5 otaqda yanır, birində yanmırsa, o artıq problem var. Yəni, elektriklənmə problemi var. EKG odur, elektriklənmə, ürək elektriklənməsi. Siz kimi, normaldə P körəsiyyəti dalqasına verir, qulaqçıdan gəlir mədəciyə, mədəcikdən sonra qayıdır və s. bir çıxıl gedir. Mənim təfərrüatlı elmi dilini izah eləmək istəmirəm. Bu normal ola bilər, bu yavaş ola bilər, bu çox sürətli ola bilər və ya qırıq ola bilər. Elektriklənməsi kimi, rozetkan sizin ki, 5 otaqda yandırırsan, biri burada deyəm ki, burada 5 tane lampışka var, gördün ikisi yandı, üçü yanmadı.
və ya yanıb sönürsə, demək kabellərdə bir yerdə qırıq var, ya da lampoçka xarabdır və s. Bu EKG-dir. Ekokardioqrafiya isə bizi ürək anatomiyası barədə məlumat verir. Yəni binanın tikinti quruluşunda betonlarımı, kərpiclərimi, mərdivənlərimi, geri çıxışda bir əngəl varmı, yoxmu, quruluşun anatomiyasını ekokardioqrafiya verir. Yəni artıq bu exo belə deyək də ürəyin damarlarının ürək əzələsini, ürək qapaqlarını, ürək işləmə qabiliyyətini, amma tıxanmanı göstərmir də. Lazımsa göstərir. Göstərir. Lazımsa, yəni xüsusi cihazlar var, o göstərir. O binanın quruluşudur. Gələk angiografiya. Ekokardioqrafiya iki cür olur. Ya ürək kənar, göğüs qəfəsindən baxırıq və ya ürək daxili. O nə deməkdir? Transözofageal. Dediyimiz ürək daxili də var, ayrıca o angiografiyada istifadə edirik. Transözofageal yemək borusuna gedib, yemək borusunda daçki taxıb, ürəyə yaxın olma məsafəsi. Çünki insanoğlu dərisi var, qabırğası var, yağ piyi var. Ondan sonra ürəyə gəlib çıxır, laylardan da. Ancaq və lakin orada bəzi artefaktlar, bəzi şübhəli görüntülər yarana bilər. Bizim tam əmin olmamaq namına. Ancaq yemək borusuna transözofageal dediyimiz çiğdilmə xalq arasında exo, o ürəyə yaxın olduğu üçün insan xortumunu daçki yutur, ürəyə yaxın yerdə palajeniyalarda baxılır, görüntülər və s. alınır, daha ətraflı məlumat verir. O da yetərsiz qalar isə artıq ürək daxili müayinə dediyimiz angiografiya dediyimiz şeydir. Anjo deyirlər. Anjo xalq arasında angiografik müayinə, o ürək daxili yoxlamadır. Qabaq 15-20 ildən qabaq çox populyar idi o uşaqlar üçün. Mən öz ixtisasıma görə danışıram. Anjo uşaqlar, ürək daxili yoxlama. Ancaq texnologiyanın inkişafı ilə, müasir cihazların inkişafı ilə artıq o qədər cihazı ortaya çıxıb ki, ürəyə 4D biz boyutuna baxırıq. 2 deyil, 4D. Yəni hər tərəfli vizual, o məsələ görüntülər alırsan, proqramı yükləyirsən, o sənə xüsusi görüntülər verir. Və kompüter tomoqrafiyada artıq ürək angiografiyası eləmə imkanımız var. O artıq invaziv müdaxilə olduğu üçün o artıq bizə son çarədir. Niyə? Uşaq yatızdırılır, narkoz verilir, damardan girirsə, müdaxilə isə, kontrast verirsə. Ona görə də o artıq son stadiya olduğu üçün deyəlim ki, biz exoda, kardioqramda şübhələndim, exoda elədim. Bir şey ortaya çıxdıysa, lazımsa transözofagiya elədim. Orada da bir şübhən görüntüsü var. Mən artıq kontrast kompüter tomoqrafiyaya göndərəm. Kompüter tomoqrafiya angiona. Orada da bir şübhəm varsa, hələ tam əmin deyirəmsə diaqnostikada, ondan sonra artıq ürək daxili yoxlama aparılır. O çox nadir olunur. Çünki texnologiya o qədər inkişaf edib ki, məsələn 20 il bundan qabaq KT anjiyo yox idi, kompüter tomoqrafiya anjiyosu yox idi. Biz məcburca invaziv anjiyo edirdik, damardan girirdik və s. Bu kompüter tomoqrafiya böyüklərdə də mi şey? Bəli. Və niyə görə indi məsələn böyüklərdə daha çox anjiyo edirlər? Yəni klinikaya görə davranırsan da. Ya orada da şübhə varsa, yox, bu dəqiqə sizə deyim, yəni diaqnostik angiografiya artıq böyüklərdə də KT anjiyo üstün verilir. Bəs indi böyüklərdə düzdür bizim danışacağımız uşaq kardiologiyasıdır, amma böyüklər anjonu bəzən də müalicə kimi başa düşürlər ki, gəlin onu izah edin. Elə bilirlər ki, anjo olundusa məsələn damar. Angiografiya o damarların böyüklər üçün söhbət ki, damar anatomiyasının quruluşu barədə məlumat verir. Bu damarlar açıqdır, dardır və s. Bu kameradır, kamera ilə girilir. Giririk ürəkdə, kateterlər gəlir, bura kontrast vururuq, bu yolları açıq görürük və s. və ilaxır. Artıq ona çox eləməyə ehtiyac qalır. Ona artıq kompüter tomoqrafiya biz görürük. Hər hangi bir müdaxilə ehtiyac olarsa damar darlığı və s. o zaman girib invaziv üsuluna o stenti qoyulub ora açmağa çalışırıq. Fikrimi izah edə bildimmi? Artıq yəni bu dəqiqə boş-boşa nə kardioloqunda, yəni çünki bu hamısı şualardır. Angiografiya şua altında olur. Xəstə deyəlim ki, o şuadan çox da etkilənmir. Eyvallah 5 dəqiqə oldu, ancaq işləyən həkim, işləyən personal damcı görməsəsi, nə qədər qoruyucu yelək də geyinsək, xalat da geyinsək, boyunluq taxsaq da yenə şua altında işləyirsən. Bədən quruluşundan çox şahsıdır. Bəlkə ikimiz də şua altında işləsək 20 il mənim bir şey olmaz. Sən bəlkə Allah eləməsən şuanın yaratdığı xəstəlikdən problem çıxarda bilərsən. Ona heç kim qaranti verir. Ona görə də artıq elm ona görə gedir ki, fayda və zarar məsələsi.
Fayda nədir? Xəstəyə zarar verməmək. Bir, həkimə də. Kompüter tomoqrafiya ediriksə, yəni orada mən 2 dəqiqə içində görürəmsə bunu, diaqnostik olaraq. Ehtiyac var, damar büzüşməsi var, stent qoymaq lazım, o ayrı məsələ. Gir, stenti qoy, çıx. Elə yaxşı yerə gəldik, ikinci sualıma gəldik biz. Bax, valideynlərin çoxsu düşünür ki, ümumiyyətlə bu lap mən uşaq olandan da belə rengen var idi. Rengenlə bağlı ki, rengen şüaları zərərlidir. İndi uşaqları da məsələn deyəndə ki, bu uşaq nəfəsi yaxşı almır, göyərir, apar bunu bir EKG elə və yaxud da echo elətdir. Kimsə durub yerindən deyir ki, bunlar şüadır, zərərlidir. Bu fikir doğrudur mu? Kesinlikle fake'tir, kesinlikle yanlış informasiya, kesinlikle düzgün şey. Bunlar hamısı bazar ifadələri, dedikodu ifadələri, uydurma ifadələri, heç bir elmi açıqlaması yoxkən. Birinci ekokardiografiya şüatına olunmur. O daçiklər gələn bədəndən, daçiki başına yığılan səsləri monitorizasiya edir o səs, görüntü yaranır. O şüasız bir şeydir. Tam tərsi xəstə mənə çox suallar verir onu. Gündə 5 dəfə eləsə ziyanı varmı? Xeyr, heç bir ziyanı yoxdur. Sadəcə bizim gözümüz kompüterə baxmaqla, monitora baxmaqla biz yoruluruq. Bizim gözlərimiz tez yorulur. Ona görə açıqı taxarıq və s. və elə. Yəni EKG ümumiyyətlə heç bir əlaqəsi yoxdur. Ancaq təəssüf elə bir düzgün olmayan bir tendensiya, düzgün olmayan bir ifadələr gəzir. O da başıboş insanların, boş-boş danışıqların, nədən danışa bilə bilməyənlərin bir ifadələr. Özəlliklə bizim ixtisasımıza çox belə uydurmasyon ifadələr, bir qapalı ürək əməliyyatı edir. O okkluderlərə qoymayın. İnsanlar gəzdirincə, uşaqlar gəzdirincə bədəndə X-ray cihazını ciyirləyir falan filan. Bir-iki də həkimlə bir əməliyyat tartışdım. Çox sərt tartışdım. Bir rayon xəstəmə, pasiyentimə biz təklif elədik qapalı ürək əməliyyatı. Girib deyib ki, aman eləyərsən, o qoyduğu ürəkdə cihaz zamanla ciyirləyəcək falan filan. Siz görürsünüz, siz belə jurnalist adamsınız, müxbir adamsınız, bunu görürsə, həkim xəstə edir. Təbii ki, mən də valideyn olaraq, mən də bir özümə çəkim verərəm ki, mən niyə edirəm uşağıma, niyə? Yəni bədənə bir avadanlıq koyayım ki, hansı ki zaman içində işin verəcək. Saçma falan. Hansı X-ray cihazına keçəndə mola zadı girəndə, ora-bura gələndə bədən ciyirləyəcək. Saçma bir ifadələr, yəni tam bir anekdotdur yəni də və cahil adam buna inanır. Birinci, digər insan özü cahildir. Mən zəng edirəm, həkimə dedim ki, sən zəhmət olmasın, bunlar dediklərini mənə elmi izahat ver, yoxsa mən sənə qarşı məhkəmə açacağam. İnsan haqqına girdiyi üçün, uşağın haqqına girdiyi üçün. Sən demək, mən o xəstə mənə geri döndüm, mən savundum, xəstəni vəkilliyi elədim, savundum, sən əlinə aldım. İndi Allah bilir, neçə insanı sən niyəsə görə qapalı əməliyyat edir, cərrahə verirsən. O uşağın nə günah var, ürəyi yarılsın. Sənin ifadənə görə dedim. Mən səni məhkəməyə verəcəm, mənə zəhmət olması, bilimsel açıqlama ver. Sən bu sözü niyə görə dedin, nədən dedin, şahidim də var dedim. Üzürlü sahib bilmədim, bir qələt elədim falan dedim, yox. Olmaz. Hər şeyin bir bədəli var. Demirsənsə, xəstəni düz yoldan çıxarmısansa, sən bunun haqqını ödəyəcəksən və həkimə qarşı məhkəmə açdıq. Valideyn tərəfindən ki, sən heç bir bilimsel açıqlaması yox ikən, sən niyə məni, uşağımı bıçağa yönləndirirsən? Və məhkəmədə olundu. Biz orada, bildiyiniz kimi, ölkənin baş səhiyyə naziri və təbibin baş uşaq kardioloqu, ekspert şurasının uşaq kardiologiya sədriyəm və s. və daxil. Mən də elmi olaraq dəftər, kitab, şəxsi kimisi qərəzliyim yoxdur yəni. Qoyduq ki, elm bunu deyir, kitablar bunu deyir, yayınlar bunu deyir və s. və daxil. Təqdimatını verdik və xəstə də məhkəməni uddu və həkimə də iş fəaliyyətinə xitab verildi. Elnur bəy, indi biz normal uşaqlardan danışdıq. Bir də var ana bətnində olan uşaqlar ki, belə bəs bir müayinə üsulu varmı ki, məsələn, yeni doğulmuş yox, ümumiyyətlə hələ ki ana bətnindəykən, ananın qarnındaykən belə deyək, uşaq ürək qüsuru olub-olmadığını müəyyənləşdirən bir cihaz varmı? Kesinlikle var. Fetal ekokardiografiya, ekokardiografiyadır. Ancaq buna fetal qoyuluq. Yəni ana bətində uşağın ürəyin müayinəsi. Necə o baş verir? Yəni normal ultra eko cihazı ilə hamilə qadının kənardan qarınla. Böyle. Necə qadın uziyə gedir, Dopplerə gedirsə, eyni şey. Demək, bizim riskli patologiya xəstə kontingentimiz var. 15 dənə faktor var ki, bu qadın mütləq sürətdə hamiləliyin
16-cı 20-ci həftəsində ürək müayinəsindən keçməlidir. Mütləq surətdə tartışmasız. O riskli patologiyaları ginekoloqlar aşkarlayırlar və o hamiləni yönləndirirlər bizə uşaq kardioloqa. Biz onu müayinə edirik. Ana bətnində inkişaf edən dölünün ürəyinə 16-cı həftəsində müayinə edirik. Bunda nə problem var? Bu hamiləlik davam edilsinmi? Bu hamiləlik sonlandırılsınmı? Və s. və s. Ginekoloqa artıq açılmış kart qoyur qabağına. Yəni siz uşağın ürək qüsuru ilə dünyaya gəlməsindənsə onu sonlandırmağın Bir, tərəfindəsiniz. gələk 256 növ anadan gəlmə ürək qüsuru var. Hər qüsur eyni deyil. Hər adı ilə daşıyan qüsur bilə, deyərəm ki, qulaqçıqaz çəpəri, onun böyüyü var, kiçiyi var, lokalizasiyası var, yerləşim zonasına var, hamısı eyni deyil. Nos qabağında qulaqçıqaz çəpər yazır və ya qabağında mədəcik qaz çəpər də alır və ya damar darlığı. Onun da növləri var. Yəni artıq o uşağa nə etmək lazımdır fərdi olaraq? O uşaq dünyaya gəlsə nə olacaq? Gəlməsə nə olacaq? Qadına nə qədər ziyan vurur? Çünki Lorodinsə bu mürəkkəb ürək qüsurlu döllər ana bədənində bir parazitdir. Qadına da ziyan vurur. Qadının qaraciyər siklusuna mənfi təsirat göstərir. Yəni qadının bir parazitli uşaqla Lorodində desə, ürək qüsurlu uşaq dünyaya gələcəksə, qadın tahriş edəcəksə və bu uşağın aqibəti 3 dənə ağır əməliyyat keçirib sonra tələf olacaqsa, yaşamaq şansı çox az ki, niyə bu uşaq dünyaya gəlməlidir? Və bunlar çox bahalı əməliyyatlardır. Bizim xəstəxanada bir də uşaq var, mürəkkəb anadan gəlmə ürək qüsuru, müvəqqəti stent qoyulacaq o xəstəyə, bir də paralel cərrahi əməliyyat edəcək. Stentin sırf qiyməti 1800 evrodur. Maya qiyməti 1800 evro, yəni 3600 manat. Buna həkim xərci var, zəhmət haqqı var xəstəxana. Bu gəlib çıxacaq 6000-ə. Yuvarlaq. Sırf maya 3600. Firma sənə onu satır. Girsən vur stenti uşağı yerləşdirəsən. Hələ bunun paralel cərrahi gedəcək. Bu da bir 15.000. Bir 20.000 əməliyyat və əməliyyatdan müvəqqəti olandı. Sonra ikinci və üçüncü əməliyyat keçirəcək. Dəyərmi? Valideyn stres yaşayacaq, ailə stres yaşayacaq və evində də başqa uşaqlar varsa, ona da artıq kənar qalacaq, ailə psixoloji olaraq bu xəstəyə yönləndiriləcək. Nə gərək? Ona görə ana bətnində aşkarlamaq, düzgün diaqnostika aparmaq həm xanım üçün, həm ailə üçün, həm ölkənin gələcəyi üçün. Niyə ölkəmizdə anadan gəlmə ürək qüsuru uşağı sayısı artsın? O ölkənin inkişaf səviyyəsində mənfi təsirat göstərir. Elnur bəy, doğuşdan sonra oksigen ölçümü Saturasiya da bəli. Bəli. Bu hansı gələcəkdə hansı, yəni ölçüm olunarsa, gələcəkdə hansı ürək problemlərindən xəbər tuta bilərik və yaxud da nəyin qarşısını almalı mümkün? Demək, Bahadur müəllim, sualınızı belə cavablandırım. Yəni oksigen ölçümü, saturasiya ölçümü yendovan skrining protokolunun bir parçasıdır. Zaten uşaq dünyaya gələr-gəlməz bütün neonatoloqlar ona oksigeni ölçürlər. Barmaqlarda, ayaqlarda o skrining tarama protokolunun bir parçasıdır. Təbii ki, orada saturasiya dəyərinin aşağı olması, yəni bədəndə kislorod ölçünün az olması mənfi təsirat göstərir. Yəni ürək qüsurunun bir ifadəsi deməkdir. Ürək qüsuru ola bilər və digər faktor ola bilər. Saturasiya aşağı olması artıq həkim sarı işarə beyində yaranır ki, bunda ürək qüsuru var. Daha təfərrüatlı bu xəstəni işləməliyəm. Nə mənada? Uşaq kardioloq baxmalıdır. Başqa neonatoloq varsa onu birgə işləməlidir. Problemi varsa kökünə həll olunmalıdır ki, xəstə düzgün diaqnostika olsun və ki, həyat mübarizəsi həyata davam edilsin. Bəs təzyiq, uşaqlarda olunan təzyiq ürəyə zərərlidir? Gəlin o sualınıza elə bir mən format verim, bir yön dəyişdim. Uşaqlarda təzyiq xəstəliyi varsa səbəbi nədir? Bir, orada mən gedim, yola çıxım. Bu anadan gəlmə ürək qüsurunun bir parçası ola bilər. Bir, qazanılmış xəstəliyin bir parçası ola bilər. Ən çox şübhələndiyiniz ürək qüsuru. Anadan gəlmə ürək qüsurunun bir parçası. Ona görə uşaqda təzyiq varsa, mütləq sürətdə, tartışmadan, evdə, hər halda hər evdə bir təzyiq ölçən cihaz var. Bir baxsınlar, təzyiq yüksəkdirsə, qonşuların ifadəsi ilə deyil, marketdə satıcının ifadəsi ilə deyil, bizzat limon sıxıb verməsinlər də uşağa. Bizzat onu gördüm. Marketçinin, qonşunun ifadəsi deyil, uşaq kardioloq müraciət edilməsi vacib amillərdən birisidir. Onun altını çizərək deyirəm. Yer gəlmişkən limon təzyiqi salır. Yəni, xalq arasındadır. Plasibodur məncə o. Çünki
Onda hər kəs mədə yəni limon təzyiqi sal var, limonu mədə turşusunu artır. Gastroenterologlar burada iş çıxardırıq. Yəni yalanlar. Limon əslində faydalı bir belə deyək də meyvə deyilir, yəni tropik meyvədir, amma onun təzyiqi salması elmi cəhətdən sübut olunmuş gəlin burada bir deyil. şey var. Xalq arasında nədir? Limon iç, qatığa sarımsaq qat. O limonu da onun içinə qat. Düzdür, bu məsələn tibbdə təbabət sahəsi var. İbn Sinadan gələn bir şeydir. Amma məsələn elə bir məsələn damar tıxanıqlığına qarşı mən gördüm böyüklərdə. Hətta bir həkim kimliyi ilə bir adam çıxıb bir verilişlərin birində belə normal kanal deyildi də, bu törəmə kanallardan biri idi. Çıxıb deyirdi ki, bu sarımsaq, sirkə, səhər-səhər bunu için, nə bilim, neyin falan damarlarınız açılacaq. Sonra mən oxudum ki, bu ürəklə bağlı, xolesterinlə bağlı ki, əgər damar tıxanıbsa, onu sinüsiyyə ilə, birki ilə, hətta dərmanla belə açmaq çətindir də. Bu mütləq. Yox, gəlin indi belə bir yaxınlaşam. O adam kimdirsə, sirkə, sarımsaq və həkim kimliyi ilə deyir. Yəni onu deyirsə, o oluşmasın deyə qabağını ala bilər. Ancaq tıxacı ora net töküb açmaq olmur ki. Yəni də o artıq xəstəliyi var, yəni heç bir sarımsaq orada tıxanmış damarı açmaz, heç bir sirkə. Sarımsaq çox faydalı antioksidandır, çox faydalıdır. Baxmayın ki, yeyəndən sonra ağzına iyi gəlir və ancaq çox faydası var. Tükətməyi tövsiyə edirəm. 6-cı gün yeyib bazara çölə çıxmamaq şərtilə. Yox, yaşam tarzından asılı. Məsələn, mən xaric ziyarətim olanda orada çox tükətirlər. Hər menyuda sarımsaq qoyulur. Həm təzə sarımsaq, yaşıl sarımsaq. Niyə? Antioksidandır. Bədənə girən virusları və s. yox eləməyə çox faydası var. Qorucu immunitet də artırır. Gürcüstanda da məsələn mən oldum, hamı yeyir. Yəni faydası var. Ancaq yəni onun müalicə məqsədi ilə, yəni ki 5 dırnaq, 6 dırnaq yeyir, sənə gündə 3 dəfə dərman niyyətinə kimisindən sağalacaqsan, valla mən bilmirəm. Yalan nə deyim, kimisə günahına da girmək istəmirəm və kimisə burada aşağılamıram. Mənim xasiyyətim odur ki, mən bilmədiyi şey barədə müzakirə eləmək. Ancaq faydalı bir bitkidir, onu mən də tükətirəm. Ancaq təəssüf ki, mədəm imkanı vermir, çünki mədəm çox həssasdır. Mən altını çəkirəm onun. Kəşki bədən sağlam olsa, istədiyim qədər sarımsaq tükətərdim. Elnur bəy, ailəsində ürək qüsuru olan valideynlər, məsələn, tutaq ki, atası, anası infarkt olub, yəni İnfarkt ürək qüsuru deyil. İnfarkt ürək qüsuru bir xəstəliyin bir işarəti ola bilər. ürək qüsuru deməyək də, yəni ki, ürək xəstəliyi olan, yəni infarkt olan, ürəyində yaxud da qüsur olan belə valideynlər öz uşaqlarını hansı yaşda yoxlatmalıdırlar? Gəlin sualınızı belə bir toparlayım. Ailədə, valideynlərdə birinci dərəcə yaxınlarda ürək problemi olduysa, uşaq dünyaya gələr-gəlməz qısa müddət ərzində yoxlanmalıdır. Ata-ananı keçək. Məsələn, atanın atasında olub, məsələn, ananın atasında olub. Ailə yərmisi infarkt edir. İnfarkt bir birəysə damarın tıkanıqlığının bir parçası ola bilər. Bir, qusurun bir elementi ola bilər. 2, və ya o damar tıkanıqlığı yaradacaq o xolesterinlərin bədənin yüksək olması ilə fəsad ola bilər. Burada üçünün ikisi genetikdir və ailəsiəldir. Yəni, xolesterin xəstəliyi, yüksəkliyi tıxana bilər, qusur ola bilər. Ondan gibi bir ailədə özət olaraq deyib parçalamayayım. Bir ailədə, ailə fərdinin ürək xəstəliyi varsa, qısa zamanda dünyaya gətirib bütün uşaqları, və burada bir mesaj vermiş olmuş oluram, bir ürək yoxlaması uşaq kardioloq tərəfindən, onun altına çizərək, niyə də qoyuram, baxılması vacib amillərdən biri. Deyirsiniz, niyə böyük deyil? Çünki o ayrı bir ixtisasdır. Mən böyüklərə baxmıramsa, siz dəfələrcə sual verirsiniz, mən sizin sualınızı şəxsi olaraq cavab vermədimsə, mən nə ixtiyarım var ki, kiməsə, niyəsə görə ürək müalicəsi aparım. Çünki niyə? Quruluş fərqlidir. Bizim baxış prinsipimiz fərqlidir. Məsələn, uşaqda kardioqramma bəzi dəyişikliklərə böyük insanı olsa, o infarktın əlamətidir. Ancaq uşaqda o olmalıdır, yəni doğanda o olmalıdır. Yaşla əlaqəli. Bəli. Valideynlərin uşağın ürək qüsuru ilə bağlı ən çox inandığı, əslində isə yanlış olan səhvlər nələrdir? Məsələn, ən çox səhv. Miflər deyək. Miflər. Bəli. Yaxşı sualdır. Valideynlərin uşaqlarda ürək qüsuru oluşmasına inandığı ən böyük yalan informasiya odur ki, suç qızdadır, qadındadır. Xeyr.
ürək qüsuru oluşmasına qadın cinsiyyətidir. Bəli. Suç orada sadəcə qadının deyil. 50-50-yə də bəzi zaman kişi faktoru daha çox ola bilər. Bir ailədə qadın sağlamsa, kişidə üretkənlik orqanlarında problem varsa, androloji müalicə görülübsə, onun sayəsində uşaq dölün, spermaları inkişaf edib dölün dünyaya gəldiysə və onda da ürək qüsuru oluşduysa, o günahkar qadın deyil, kişidir. Yəni, ürək qüsuru oluşmasında mənim neçə dəfə otağımda olub ki, üzvlər bir-birini qarşı atıblar. Sənin üzündə mənim uşağım qüsurludur. Özəlliklə qız tərəfinə hər zaman ləkələmiş kimi durur. Mən xayır, elə bir şey yoxdur. Anadan gəlmə ürək qüsuru oluşmasına hər iki partnyor cavabdehdir. Hələ bilmək olmaz ki, kimin günahıdır da, belə deyək. Yəni, onu gərək araşdırasan. Bilimsel açıqlamalar var. Biz elm nümayəndəsiyik. Biz bazar, yəni kimin nə xoşa gəlir danışıq aparmırıq. Kişilər də demişkən, o sualda ağlımdaykən verim. Məsələn, tutaq ki, biraz sualım, biraz açıq sual olacaq, amma bu qoy danışılsın ki, bilinsin də. Məsələn, bir kişi içki gəlir, sərxoş vəziyyətdə, məsələn, münasibətdə olur və yaxud da narkoman olur. İndi çoxdur, məsələn, indi o patı qoyanlar, nəşə çəkənlər. Həmin ərəfədə yaranan uşaq Həmin problem gəlir elə bir yoxsa şey. bunu kişidən vələ götürəndə normal problem yoxdur, amma bu... Gəl onu mən sizə bir bilimsel açıqlama verim. Yəni, cinsə ilişki girmədən əvvəl hər iki tərəfin yumurtalığı, spermatin keyfiyyətli olmalıdır. Bir. Xüsusən də sən fikirləşirsən, planlayırsan ki, uşaq olacaqsa və içkili insan adamın bədən quruluşundakı onun sperma keyfiyyəti, narkotik istifadə edən insanların və bu enerji içkili istifadə edən insanların bədən quruluşu sağlam sıfır bir insan arasında yer ilə gök fərq var. O an olsun və o an olmasın. Dəxili yoxdur. Kronik alkolik bir insanın da, narkomanın da, enerji içkiləri, anaboliklər istifadə edən insanın da bədən quruluşu, spermanın keyfiyyəti və s. və axır sağlam, fit, düzgün yaşam tarzı içən yaşayan insan arasında yerlə gök fərq var. Onda belə deyək də, əgər adam uşaq gətirmək istəyirsə dünyaya, bu heç olmasa bir müddət, bu uşağı gətirdiyi müddətdən bir ilmi, 6 ay mı, bu zərərli verdiklərini kənara qoyub Kəsinliklə. işi görməlidir, belə deyək də. Yəni, uşağı dünyaya gətirməlidir. Ondan sonra eləməlidir. Sonsuzlar, yəni dünyaya uşaq gəlməmənin səbəbləri, sonsuzların səbəbi 70% kişilərdir, 30% qadınlardır. Amma əvvəllər uşağı olmayan kimi qadına boş verir. Mən də ona görə deyirəm də. İndi kişi androloji problemlər o qədər yayılıb ki, yəni deyiləsi deyil. Gəlirəm 70-ə 30-dur. Bu dəqiqə yəni sonsuzluğun ailədə uşaqların oluşmamasının keyfiyyətini 70-80% yəni kişilərdir. Çünki düzgün yaşam tarzı keçirmir. Ailə qurana qədər bir sürü cinsi infeksiyon keçirdirlər və onlara da həkim müalicəsindən deyir, dost tanış aptekədən 2 dənə bu iynədə var, 3 dənə bundan var. Bir baxırsansa qalıcı xəstəliklər ortaya çıxır. Bir anlıq şikayəti geriləyir, bir anlıq. Ancaq içəridə mənfi, xroniki proses gedir. Sonra ayılanda vaxtı belə oldu, vaxtı elə oldu, başladı ciddi androloji müayinələr. Bu dəqiqə androloji problem təəssüf olsun, çox yayğındır. Elnur bəy, sonuncu sualımız miokarditlə bağlıdır. Bu ürək xəstəliyidir. Uşaqlarda daha çox rast gəlinir və virusdan sonra yaranan bir ürək xəstəliyidir bildiyimə görə. Hansı viruslar daha çox buna səbəb olur? Adi qrip virusları da mı səbəb olur? Gəlin mən sizin sualınıza onu qısacası adenovirus, koksaki virus və s. bir sürü bilimsel açıqlaması vereyim. Ancaq xalq üçün biz burada çıxış ediriksə, xalqı maarifləndirmək üçün izah edirsə, mən özətləyəcəm. Hər hangi bir viral infeksiya, hər hansı bir? Hər hangi xalq deyir, adenovirus, koksaki virus və digərlər və Epstein-Barr virusu, yəni o hardan virus tutubsa və Covid özdə bir virus idi də. Bəli. O indi xəstələndə, o indi mənim burnuma baxır, qardaş, sən hansısan, adenovirus, yoxsa koksakisən? Deyil, yəni, də oturub özünü araşdırmırsan. Hər hangi bir qripal infeksiya keçirən uşaq və ya ağır bir
bakterial infeksiya keçirirsə, xəstəxanada yatırsa, 38 dərəcə yuxarı temperatura varsa, 3-4 gün ağır müalicə, ağır antibiotiklər alır isə, o xəstə ürək əzələsinin qripinə, lor dilində deyək, namizəd bir pasientdir. Ona görə də Necə baş verir o? Ağciyər birinci zədələnir, sonra ürəyə təsir edir. birbaşa ürəyə vurur. Birbaşa ürəyə, virus ürəyə də gedir. Miokardit yarar, ürək əzələsinin qripi yarar. Yəni, hamımız biz qrip olmuşuq. İndiyə qədər halsız, bitkin, yorğun oluruq. Çünki Yəni virus gedir ürək əzələsinə məhv edir. Yəni baxın, qrip qırmızı əti bizim bədən əzələmizi zərbə vuranda biz halsız, bitkin, yorğun silirik. Ürək əzələsi qara ətdir. Kalpkası, o quruluşu fərqlidir. Onun regenerasiya, toparlanması çox çətindir. Tam sağalma 30%-dir. Heç bir ailəyə, mən bir uşaq kardioloq olaraq o fəryadı yaşadığım üçün pasiyentlər tərəfindən və müalicəyə biz uşaq kardioloqla çarəsiz qaldığımız üçün çox ağır bir bəladır, ağır bir xəstəlikdir. Sağalma 30%-dir. Yəni virus düşən kimi olmur da o. Bəli, zaman keçir. Zaman keçir və üzərinə tez düşəndə. Bəli, deyərəm ki, hər qrip keçən uşaq və ya böyüklər miokardit olmur. Ancaq uşaq ağır qrip keçirdiysə, düzgün müalicə olunmalıdır. Həkimlər tərəfindən dədə babasından zoğallı çay, basır, sirkələ, tərləsin falan deyil. Yəni, burada mesajı valideynlərədir. Siz uşaqlarınızı xəstələndiyi zaman Türkiyə çarə üsulə müalicə eləməyin. Həkimə aparın, həkim araşdırsın, baxsın, dərdi səri neysə müalicə aparsın ki, ağırlaşma fəsad olaraq uşağın ürəyinə o fəsad vurmasın. Sadəcə ürəyə də vurur, beyni də vurur. Meningitlər də yaranır. Digər infeksiyalar da problem yaşanır. Fikrini başa düşdünüz? Yəni, bunlar olmasın deyə, yəni, vaxtında düzgün müalicə insan həyatına sonlandırmamağa getirib çıxarmayaq. Yeri gəlmişkən, Elnur bəy, sizin sözünüzə belə deyək də, qüvvət olaraq demək istəyirəm ki, məsələn, mənim də indi bir yaxın dostum var idi. Uşaq qızdırmışdı. 40 idi qızdırması. Yaxşı bir şey deyil. Və mən ona dedim ki, paracetamol ver, heç olmasa uşağın belə. Dedi ki, yox, bu kimyavidir, olmaz. Niyə niyəcəksin? Mənim çoban yastığı verdi, nə vardı, nədir? Mən əsəbləşdim, o evdən durdum, çıxdım. Qonaq getmişdim, evdən durdum, çıxdım, getdim və uzun müddətdə ki, artıq ona şey eləmirəm. Çünki nə qədər elədim ki, bu uşaqda bir insan həyatıdır. Belə yanaşan insanlar var. Bəzən, belə deyək də, ənənəvi tibbə üstünlük verən və yaxud da adam dindarlar arasında da var. Əlaqəsi yox. Yox, yəni ki, belə düşünən bir tayfa olur da, məsələn ki, bunlar sionistlərdir, nə bilim, nə ağardı, onlar da bu dərmanlarla əhalini qırırlar, nə bilim, nə inirlər, nə ağayrırlar, nə bilim, nə inirlər. Mən özüm onlara izah eləmək istəyirəm ki, orta əsrlərdə insanın ortalama ömrü 40 yaşı o üzə keçmirmiş. İndi Yaponiyada orta yaş az qala 80 yaşa qədər çatıb. Bu nəyin sayəsində? Tibbin inkişafı sayəsində. Elmi sayəsində. Bir dənə paracetamol bəzən həyatı xilas edir. Amma adamlar bunu başa düşmək istəmirlər. Yenə də mən ənənəvi tibbin qarşı deyiləm. Ənənəvi tibb təbii ki, şeylər. Amma elə bir təcili məqamlarda məncə valideynlər daha diqqətli olmalıdır. Və müasir tibbin inkişafından yararlanmalıdır. Orada vəziyyət nədir? Bir o insanın cahiliyyətindən, ikinci o insanın məsuliyyətsizliyindən o körpələr çox çəkir. Təəssüf bizdə də çox olur. Mən ürək gətirə, ürək qusurlu, təyinat verib, bu müalicə olmalıdır, bu əməliyyat olmalıdır. Əşya heç bir şey yoxdur, yalandan deyir. O çox yanaşmadı. Əşya heç nə olmadı. Yox, bizim ən böyük bəladır ki, ürək qusuru iki cür olur. Çəhrayı və ya göy. Çəhrayı, yəni normal insan quruluşun. Əşya yalandan həkim sənə uşaq əməliyyat edir, pulun xətrini falan. Yox, heç bir şey yoxdur. Deyirəm, olmalıdır, ürək içərdən gedir, çürüyür orada, bədən çürüyür. Sən bunu görmürsən, bunu görəndə ürək işdən keçmiş olacaq. Saatlarca başa salırsan, yanında ata, baba, sən psixologiyaya girib, nəsə anlayırlar. Çıxırlar, deyirlər, hə, yaxşısa 3 gün sonra gəlirik. 3 gün sonra köməkçi zəngin, harada qalmışsın? Əşi, yox, ya biz gelmiş rayonda, nənə baba deyib ki, uşaqda heç bir şey yoxdur. Böyüklərin məsləhət görüb ki, indi eləmək 6 ay sonra gələk. Burada uşaq bizi vaxt qoyur ki, təcili müdaxilə eləyək. Böyüklərimiz məsləhət görüb ki, 6-7 aydan sonra gələrik.
Baxaraq deyək. O vaxtı gəlirlər, işdən keçmiş olur. Qucağıda əsə-əsə gətirirlər. Oxtu tez o kömək elə. Yəni biz işdən keçməyək nə kömək. Sonra deyirlər ki, yaxşı həkim yoxdur. Və ya o adam mənim uşağımı sağaltmadı. Həmən sənə bir ləkə qoyurlar ki, bu adam bir Sən savaddır. gecikdirib gəlmisən də qardaş. Və hər kəs siz insan şuurunda səhvi heç vaxt özündə axtarmır. Bəli. Radara düşür, mən niyə düşür? O yazıb orada 70-də, sən orada niyə 90-la gedirsən? Mən niyə radar məncə? O 70-i 70-lə get də. Misal verirəm sizə. Yəni şuuru səhvi başqasına axtarır. Sənə deyirlər ki, dəftər kitab var, baxmışam, yazmışam. Bir şey əməliyyat olmalı, düzdür? Altına yazıb, cərrah konsens məsləhət görüldü. Demək, elm onu deyir. Demək, öz başıma, sənin düşmanlığın və ya qəsdi qərazım var ki, uşağı ürəyə əməliyyat edeyim. Mən bunu məsuliyyəti daşıyıram. Sənin bir qərar vermək üçün elmi protokol var. Sabah niyəsə görərsən, mənə deyərsən ki, sən hansı səbəbi görüb mən uşağı əməliyyat verdim. Ya da burada yoxladarsan, gedib başqa yerdə yoxladarsan, görürsən ki, mən səhv demişəm. Gəlin mənə deyərsən ki, mən niyə yazmısan? Ancaq yox, heç bir şey yoxdur. Yalandan deyir. Yəni insan hər zaman yaxşı şey öyrəşir bax eşitməyə. Və təbii ki, yoldan çıxırlar, ağırlaşmış vəziyyətdə, döyüşmüş və uşağa gəlir. Görürlər ki, materialda nəsə problem var o uşaqda. Həmən gəl gedək və s. və ilaxır. O zaman işdən keçmiş olur. O keyfiyyət verə bilmirik biz. Elnur bəy, təşəkkür edirik. Çox sağ olun. Məncə bugünkü söhbətimiz çox kifayətli ağır oldu. Bəli, kifayətli ağır oldu, həm də faydalı oldu. Valideynlər bax bu müsahibəyə indi nə qədər çox valideyn baxacaq bilmirəm, çünki o sizdən asılıdır, yayılmaqdan asılıdır. Əyləncəli verilişlərə daha çox baxırlar, daha çox belə deyək də şov verilişlərə, komediya janrında və yaxud da şov verilişlərə, mağazin verilişlərə. Kaş bu verilişlərdə mən özümün kanalım böyüsün deyə və yaxud da sizin pasiyentiniz çox olsun deyə demirəm. Ehtiyacım yoxdur. Həqiqətən də insanlar, yəni valideynlər məlumatlansınlar ki, vaxtında uşaqlarının, Azərbaycanın gələcəyi olan uşaqlarının qayğısına qala bilsinlər. Onlarda hər hansı gələcəyə onlara hər hansı bir sıxıntı saxlamasınlar. İzlədiyiniz üçün təşəkkürlər. Videomuzu bəyənməyi, şərh yazmağı unutmayın. Elnur bəy, sizə də təşəkkür edirik. Mən təşəkkür edirəm.